Salam əziz müəllimlər, bugün sizinlə öyrənəcəyimiz mövzu nazik təbəqə metalın və məftilin təmizlənməsi, əyilməsi mövzusu olacaq. Müəllimlər, gəlin vaxt itirmədən keçək mövzumuza. Metal lövhələrin və məftilin səthi çirkdən, rəngdən, pasdan və s.nin bu kimi hallarda biz onların səthini sumbata kağızı və cilalayıcı qələmin köməyi ilə təmizləyirik. Elə testlərdə də çox rahat bir şəkildə elə bu formada düşür ki, metal lövhələrin və məftilin səthi rəngdən, pasdan, çirkdən nəyin köməyi ilə təmizlənir? Təbii ki, sumbata kağızı və cilalayıcı qələmin köməyi ilə biz onu təmizləyirik. Daha sonra müəllimlər davam edək. Metal lövhə və məftilin əvvəlcədən biz məngənə dodaqları arasında bərkidir. Sonra isə onun kənarlarında iti kənarları isə biz xırda kərtikli yiyənin köməyi ilə təmizləyirik. Bu necə formada düşəcək testlərə? Elə bu şəkildə. Yəni, olar ki, deyər ki, metal lövhə və yaxud da ki, məftilin kənarlarında iti kənarlar var. Biz onu nəyin köməyi ilə təmizləyirik? Təbii ki, götürəcəyik, xırda kərtikli yiyənin köməyi ilə təmizləyirik. Və bu zaman həmin metal parçası və yaxud da ki, məftil hara bərkidilir? Məngənənin dodaqları arasında bərkidilir. Və həmçinin müəllimlər deyir ki, təmizlənən səth məngənə dodaqları arasında yerləşdirilən zaman həmin nə qədər hündürə çıxmalıdır? Təbii ki, 5-8 mm hündürə çıxmalıdır. Niyə görə? Əgər biz onu məngənənin dodaqları arasında eyni səviyyədə yerləşdirsək, bizim onu təmizləməyimiz qeyri-mümkündür. Ona görə də təmizlənən səth məngənənin dodaqlarından nə qədər hündürə çıxmalıdır desə, təbii ki, 5-8 mm hündürə çıxmalıdır ki, biz onu rahat bir şəkildə təmizləyə bilək. Deməli, təkrar bir də deyək, əgər testlərdə düşərsə ki, metal lövhənin və yaxud da məftilin səthində rəng var, pas var, çirk var, bu hallarda onları nəyin köməyi ilə təmizləməliyik? Təbii ki, biz götürəcəyik sumbata kağızı və cilalayıcı qələmin köməyi ilə. İti kənarları bəs nəyin köməyi ilə təmizləyirik? Bu da xırda kərtikli yeyə olacaq. Və təmizlənən səth məngənənin dodaqlarından nə qədər hündürdə olacaq? 5-8 mm hündürə çıxmalıdır. Elə şəkil 1-ə baxsanız müəllimlər, burada da metal lövhənin kənarlarının təmizlənməsi göstərilib. Şəklə də diqqət yetirin. Daha sonra davam edək. Bəs daha müxtəlif alətlərin, yəni çəkic və s.nin, indi birazdan onlar barədə tanış olacağıq. Çəkmə ilə xüsusi tərtibatların köməyi ilə də əymək olar. Bəli, deməli, bəs daha biz yalnız çəkicin köməyi ilə yox, xüsusi tərtibatların köməyi ilə də əymək olar. Bizə bunu deməyə çalışır. Bunun üçün metal lövhə və məftili nişanlama xətti boyunca dodaqların səviyyəsində, yəni məngənədə bərkidirik. Daha sonra taxta tirciyə çəkic ilə zərbələr vururuq və həmin metal təbəqəni biz əymiş oluruq, yəni əyilir. Bu əymənin adı ümumiyyətcə müəllimlər, məngənədə əymədir. Niyə görə? İndi birazdan əymə tərtibatları ilə sizinlə tanış olacağıq, hansı əymə üsulları var. Bu, hal-hazırda indi oxuduğumuz məngənədə əymədir. Gəlin baxaq bir də təkrar. Deyir ki, metal lövhə və yaxud da ki, məftili nişanlama xətti boyunca dodaqlar arasında, yəni məngənənin dodaqları səviyyəsində bərkidirik. Daha sonra taxta tirciyə, taxta çəkicin köməyi ilə zərbələr vururuq və bunun sayəsində həmin təbəqəni biz əymiş oluruq. Hətta burada şəkil 2-də A-ya baxsanız, məngənədə demək əymə göstərilib. Amma şəkillərə də diqqət edin. Daha sonra davam edək. Düz bucaqlı, üç bucaq, dairə və digər formalı məmulatları isə müvafiq formalı, yəni müəyyən formalı uyğun sağanaqlarda əymək olar. Bu nədir? Baxın, elə şəkil B-yə baxsanız, müəllimlər, şəkil B-yə baxsanız burada göstərilir. Deməli, düz bucaqlı, üç bucaqlı, dairə və digər formalı məmulatları biz müvafiq formalı sağanaqların köməyi ilə əyə bilərik. Yəni, müvafiq deyəndə müəllimlər, burada yəni uyğun formalı. Biz əgər dairə formasında əymək istəyiriksə metal təbəqəmizi, təbii ki, orada ona uyğun sağanaqdan istifadə edəcəyik.
Yəni bunu burada deməyə çalışır. Ensiz metal zolaqları və məftil yastağız və yaxud da ki, yumrağız kəlfətinin köməyi ilə əymək olur. Bəli, bu testlərə də bu şəkildə düşür ki, ensiz metal zolaqları nəyin köməyi ilə əymək olar? Təbii ki, yastağız və yumrağız kəlfətinin köməyi ilə əymək olar. Bəs məftili halqa şəklinə salmaq üçün biz hansı əymə üsulundan istifadə etməliyik? Təbii ki, yumrağız kəlfətindən istifadə edirik ki, həmin məftili biz halqa şəklinə sala bilək. Elə testlərdə də bu şəkildə düşsə ki, məftili əgər onu halqa şəklinə salmaq üçün biz nədən istifadə edirik? Təbii ki, götürəcəyik yumrağız kəlfətindən istifadə edirik. Sonra elastik polad məftil və yaxud da ki, lövhələr var. Bunları necə əyməliyik? Ümumiyyətcə müəllimlər, bunlar elastik polad məftildir. Daha sonra lövhələr var ki, onlar əyilib buraxıldıqda daha sonradan açılır. Ona görə onları necə etməliyik ki, sonradan belə hallar baş verməsin? Təbii ki, onları böyük bucaq altında əyməliyik. Bu da testlərə xüsusilə düşür. Yəni bu hissəyə diqqət edin. Əgər elastik polad məftili biz əyirik və daha sonradan açılma baş verirsə, biz onu kiçik bucaq altında yox, böyük bucaq altında əyməliyik. Çünki kiçik bucaq altında biz artıq onu əymişik ki, o artıq sonradan təkrar açılır. Ona görə bunu bu şəkildə yadınızda saxlayın. Deməli, müəllimlər, şəkil 2-yə baxın. Digər hissəyə keçməmişdən qabaq şəkil 2-yə baxın istəyirəm. Şəkil 2-də A-da göstərilib məngənədə əymə, B-də sağanaqda əymə, bayaq dedik düzbucaqlı, dairə, bu kimi əgər mən formalı istəyirəmsə təbəqəmi, həmin ona uyğun sağanaqlardan istifadə etməliyik. C-də isə yumrağız kəlfətin göstərilib. Dedik ki, ensiz metal zolaqları və məftili biz yastağız və yumrağız kəlfətinin köməyi ilə əyə bilərik. Və xüsusilə də yumrağız kəlfətinin köməyindən istifadə edərək biz həmin məftilləri halqa şəklinə sala bilərik. Bax, bu da testlərə düşən suallarımızdan biridir. Bəs əymə tərtibatı nədir? Şəkil C-yə baxsanız, bu əymə tərtibatımızdır. İndi sizinlə keçirəm digər bir hissəyə, onun haqqında ətraflı danışacağıq. Fəstahların müəyyən radiuslu, yəni 90 dərəcəli bucaq əyilməsi dairəvi sağanaqlarda həyata keçirilir. Bəli, gəlin bir də qayıdaq geri. Deməli, 90 dərəcəli bucaq altında əyilmə hansı əymədə mümkündür? Təbii ki, dairəvi sağanaqlarda. Buradan baxsanız müəllimlər. Baxın bu ox işarəsinə. Görürsünüzmü? Deməli, bu 90 dərəcə. Tam düz bucaq altında əymək mümkündür. Davam edək. Daha sonra deyir ki, əymədən sonra ölçülərə nəyin köməyi ilə biz nəzarət edirik? Təbii ki, burada olacaq şablonların köməyi ilə. Yadınızdadırsa müəllimlər, biz düzəldilmədə nə demişdik? Dedik ki, metal təbəqələrin düzəldilmədən sonra onların düzəldilmə keyfiyyətinə nə ilə baxırdıq? Təbii ki, düzəltmə lövhəsi və xəttkeşin tili ilə, onun arasından sızan işığın ölçüsünə görə. Amma əymədən sonra ölçülərə nəzarət şablonla mümkündür. Yəni bunu xüsusilə yadınızda saxlayın. Yaddan çıxartmaq olmaz. Bəzən elə testlərdə də qarışıq formada gətirib salırlar. Müəyyən radiuslu deyil şablonları pərgar ilə daha sonra qalın kağız, karton və plastik kütlə üzərində çəkir və qayçı ilə kəsirilir. Çevrəni 4 bərabər hissəyə kəssək, bəli, müəyyən radiuslu, yəni 90 dərəcəlik əymə bucağı nəzərdə tutulmuş şablon alınır. Bəli, bu doğru fikir. Deməli, 4 bərabər hissəyə bölüb onun müəyyən hissəsidir ki, bizə bu da 90 dərəcəlik əymə bucağı üçün nəzərdə tutulub. Daha sonra müəllimlər istəyirəm davam edək. Burada bayaq dediyim kimi bir yer vardı, məqam. Onu sizin nəzərinizə çatdıracağım. Əymə və cəftə kimi detalları biz əymə tərtibatlarında daha tez və dəqiq yerinə yetirməklə biz onu əymiş oluruq. Deməli, əymə tərtibatlarından biz harda istifadə edirik? Cəftə və həncama kimi xüsusi əymə tərtibatlarından istifadə etməklə biz onları əymiş oluruq. Bax, elə bayaq onu qeyd edirdim ki, əymə bəs tərtibatlarından biz harda istifadə edirik? Təbii ki, ondan həncama və cəftə kimi detalları biz tez və dəqiq əymək üçün istifadə edirik. Bu hissələrə də müəllimlər diqqət edin.
Belə bu da təhlükəsizlik qaydaları, yəni iş zamanı hansı qaydalara əməl etmək lazımdır, onlar qeyd olunub və onlara özünüz nəzər salarsınız. Belə müəllimlər, başqa bir şey qalmadı. Xüsusi şəkillərə diqqət edin. Hansı demək əymi üsuludur. Yenə təkrar deyirəm, şəkil 2-yə baxın. A-da məngənədə, B-də sağanaqda, C-də dedik yastağız və yumrağız kəlbətinin köməyi ilə və ən sonda C, yəni əymə tərtibatında. Belə müəllimlər, hər biriniz uğurlar, sağ olun.